Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Keçən dərsimizdə qeyd etdik. Qəbirdə soruşulan sual, ölüm, sonra insanı öldükdən sonra gedəcəyi aləm, həmin aləmin adı və insanın dünyadan köçməyinə dair bir çox ibrətlər xatırlatdıq, zikr etdik. Və sonra qəbirdə suallar necə olur və sualdan sonra insanın halı necə olur, o əhvalda danışdıq. İndi isə danışmaq istəyirəm qəbirstanlıqla əlaqəli bəzi əhkamlardan. Qəbirstanlıq insanların dəfn olduğu yerə deyilir. Qəbirstanlıq insanların dəfn olan yerə deyilir. Hədislərdə bütün gəlir, məsələ, insanlar qəbirdə belə əzab çəkəcək və yaxud qəbirdə belə nemət içində olacaqlar və s. kimi şeylər. Bəzən görürsən ki, mülhidlər tərəfdən, Allaha və Rasuluna inanmayan tərəfdən və yaxud da cahillər tərəfindən, müsəlmanların cahilləri tərəfindən bir sual meydana gəlir ki, deyir, bəs kim dəfn olunmayıbsa, qəbrə dəfn olunmayıbsa, o əzab çəkəcəkmi və nemət içində olacaqmı? Buna misal, dənizdə boğulub ölən, məsəl, balıqlar yemiş və yaxud vəhşi heyvanlar dağıdıb yemiş və yaxud odda yanıb kül olmuş və s. kimi bu insanlar deyirlər, yəni qəbir əzab çəkəcəkmi, yoxsa yox? Əslində, qəbir söhbəti hədislərdə, ayətlərdə gələn qəbir ona görə deyilir ki, çünki insanların çoxu öldükdə adətən dəfn olunur. Yəni, insan öldükdən sonra aparıb atmırlar harasa. İndi bəzi qeyri-müsəlmanlarda, bəzi, məsələ, Hindistan, Yaponiya, Kitay kimi bəzi ölkələrdə görürsən ki, ölü öldükdə onu dəfn eləmirlər, yandırırlar. Onu yandırırlar ağac, odunla, necə ki, odun yandırırlar. Yəni, subhanallah, İslamın böyük nemət olduğu bu da ortaya çıxır. İslam dininin gözəlliyinin əlamətlərindən bir baxın. Ölüyə necə ikram var? Ölü öldükdən sonra insan təmizlənir, qusul edilir, dəstəmaz alınır, sonra onu ağ kəfənlə kəfənlənir, sonra ona müsəlmanlar yığılır, cənazə namazı qılır. Onun üçün dua edirlər, sonra onu gedib cəmaat şəklində dəfn edirlər, sonra dəfinlə gözəl, şəriətə uyğun dəfn edirlər, sonra dəfindən sonra onun üçün dua edirlər. Və hətta onu sonra da belə dualarında unutmurlar. Amma baxın, bu insanlar nə edir? Atası, anasını aparır, ocağın üstə qoyur, onu qabağında gözü görə yandırır. Təsir budadır ki, onların varlılarıdır, bu millətlərin varlılarıdır, tamamilə yandıran ölüyü. Amma kasıbları isə ölüyü bir balaca yandırırlar, ola bilsin başı yanan, ola bilsin ayağı biraz yanır, ola bilsin yarı yanan, yarı yanmaya, sonra aparıb götürüb ölüyü atırlar çaya. Orada həmin ölü balıqlara yem olur. Baxın, insanın qəlbi necə daş olur. İnsan, subhanallah, İslamdan çıxdıqda, Allahın dinindən uzaq qaldıqda, yəni heyvan dərəcəsinə düşür. Əksində heyvandan da daha çox zəlalətli olur. Necə ki, bəzi ayətlərdə bu gəlir, qeyd olunur. Qardaşların biri, müsəlman qardaşların biri Mədinədə olarkən bir əhvalat danışdı. Bir Hindus dinində olan birinin İslam'a girməsini. Deyir, həmin olan gənc yaşlarında olur. Yəni, o dediyinə görə 35-30 yaşı arasında olur yaşı. Onun İslam'a gəlməyinin səbəbi olur. Və çox maraqlıdır. Ümumiyyətlə, bunu öyrənmək, insanlara İslam'a girmək səbəbləri nədir? İnsanın dəvətçiləri lazımdır. Dəvətdə istifadə etsin, öyrənsin və s. Bu oğlan danışır, öz əhvalatı necə İslam'a girib deyir, bir gün anam vəfat elədi. Anamı deyir, çox istəyirdim, çox sevirdim. Hətta anamın ayrı bir an dura bilmirdim. Deyir, anam vəfat etdikdən sonra deyir, ürəyim gəlmədi. Nəfsim çəkmədi ki, anamı aparım, yandırım gözüm görə. Deyir, lakin qohum əqraba adətdə olduğu kimi məni deyir, məcbur elədilər ki, aparam anamı közüm üstə, ocağın üstə qoyam, yandıram.
Deyir, apardıq anamı, onları da adətdir ki, öldüyün ən yaxın adamı o odu verməlidir. Subhanallah, ən yaxın adamı odu o verməlidir. Külü də o yıxışırmalıdır, yəni tutardıqdan sonra. Deyir, anama odu verdik, yandırdım. Deyir, anam yanmadı. Yəni, təmiz yanıb kül olmadı. Bir hissəsi yandı, bir hissəsi qaldı. Deyir, baxdım ki, heç kəsdə niyyət yoxdur ki, odun gətirsin, bir də qalayaq, yəni təmiz kül olana kimi. Deyir, məsləhət gördülər ki, yəni əziyyətə ehtiyac yoxdur, götürək çaya ataq ölünü. Deyir, anayın bədən hissəsi yanmışdı. Subhanallah. Deyir, apardıq, atdıq çaya. Deyir, bir neçə gündən sonra olduğum ölkədən, kəndimdən deyir daha doğrusu, bir neçə kilometr aralıya getdim. Deyir, dostlarımla çay kənarına çıxdım. Deyir, bu anda çayın sahilində gəzərkən bir cəsəd gördüm. Deyir, getdim, çevrəndə gördüm ki, deyir, anamdır. Anamdır, çılbaq suyun üzərində. Çevirdim, gördüm ki, deyir, anamdır. Deyir, o gündən sonra həmin din olmağı, deyir, qəlbimdə yerləşdirə bilmədim. Və tez müsəlmanların birini tapdım, İslam dinin özəlliklərini və fəzilətini ondan soruşdum. Və deyir, heç tərəddüd etmədim İslam dininə girməyə. Ona görə baxın, İslam dini böyük nemət həqiqətən. İnsan öz yaşayarkən öz həyatını necə düzənləməlidir? Quranla, kitabla düzənləyə bilir. Hətta öldükdən sonra onun necə olur? Onu da Quranla, sünnətlə bilinir sadəcə. Ona görə əsasən insanların bəziləri, bayaqki sualı təkrar gətirirəm, soruşurlar ki, bəs dəfn olunmayan qəbir azab çəkəcəkmi? Bəli. İnsanı quşlar da yesə, qurtlar da yesə, yandırılsa da, suda da boğulsa və s. kimi o insanlar bərzəx aləminə qovuşurlar. Yəni bərzəx aləminə, ruhlar aləminə qovuşurlar. Və orada ya nemət içində olur, ya da əzab içində olur. Və bu baxımdan ona görə qəbir hədislərdə xüsusən qəbir söhbəti gəlir ki, qəbir sözü gəlir ki, çünki çox vəfat edən insanın çoxu qəbrə dəfn olunur. Ona görə çoxu elə olduğu üçün dildə də çoxluğa görə gəlir. Qaldı, insan vəfat etdikdən sonra İslam dinində o tez dəfn olunmalıdır. Ölüyü saxlamaq İslam dinində bəyənilmir. Bəzi qəlbi xəstə olan insanlar şübhə gətirir, deyir ki, bu Ərəb ölkələrinə və yaxud istəyir Məhəmməd Peyğəmbərin yaşadığı Məkkə Mədinəyə aiddir. Tez basırmaq. Deyir, ona görə ki, o ölkələr isti idi, öldükdən sonra tez ilənirdi, tez iyi verirdi, ona görə onlar tez basılırlardı. Soğuk olan ölkələrə deyir, bu aid deyil. Yəni bir həftə, 10 gün saxla bilərsin. Lakin Peyğəmbər s.ə.v-in dini Məkkə Mədinəyə mi aid idi, yoxsa bütün dünya üzünə mi? Bütün dünya üzünə aid idi. Bütün dünyadakı müsəlmanlara aid idi. Ona görə şəriətimiz, Peyğəmbər s.ə.v gətirdiyi şəriət şamil və kamildir. Heç bir naqislik yoxdur. Hər gələn hökm, yer üzündə yaşayan hər bir müsəlman qadın da kişiyə aid olur. Bu baxımdan öldükdə gecikdirmək kəsinliklə bəyənilmir. Kimisə gəlsin deyə ölünün, kimisə uzaqdadırsa və s. kimi səbəblərə görə ölü gecikdirmək qeyri-mümkündür. Daha doğrusu ölü gecikdirmək haramdır. Ölünü yəni vəfat etdikdən sonra dəfni gecikdirmək haramdır. Bu Peyğəmbər s.ə.v-in əmri ilədir. Bunda da hikmət var. Ölünü də tez dəfn etməkdə hikmət var. Birinci hikmətlərindən biri odur ki, ölü nə qədər qalır, o qədər qohum əqrabasına əziyyət verir. Ölmüş insanın cəsədi nə qədər insan görür, o qədər üzülür, ağlayır, qəmlənir və haramlara da girməyə yol verir. Bu birinci səbəb. İkinci səbəb ehtimallardandır ki, bəzi insanların görürsün, cavan ölür. Onun əhli rəyməşüyan salırlar. Yəni, ağlayıb, saçlarını dartıb, yolub tökürlər. Bu da ölmüş insana əziyyət verir. Peyğəmbər s.ə.v Səhih Müslimdə gələn hədis deyir ki, ölü əhlinin, ölünün qoyum qardaşının ağlaması ilə ölmüş insan əzab çəkir. Onlar ağlayırlar, ürəklərini rahatlatmaq istəyirlər,
Bu tərəfdən də həmin vəfat etmiş insan onların ağlamağına görə əzab əziyyət çəkir. Ona görə hər bir müsəlman öz sağlığında, öz həyatında onu nəsihət etməlidir ki, o öldükdən sonra onun üzərində səs-küy salınmasın, saçlar yolunmasın, üzlər cırılmasın və döşlər, sinələr döyülməsin. Çünki bunu nəsihət etməsə, hətta müsəlman olsa belə, onların etdiklərinə görə o da əzab əziyyət çəkir. Bu, həmçinin hikmətlərindəndir, ölünün tez dəfn olunmasının səbəblərindəndir. Ölü öldükdən sonra ortada nə qədər qalırsa, o qədər ilənmə ehtimalı var. Heç kəs istəməz ki, ölüsündən pis iyi gəlsin. Ölüsünün pis iyini duysun, datsın. Ona görə ölü öldükdən sonra tez müddətdə onu dəfn etməyə çalışmaq lazımdır. Və həmçinin ölüyü dəfn etdikdən sonra, ölmüş insanı dəfn etdikdən sonra və yaxud bunu da qeyd edək ki, quba ilə, tabut ilə ölüyü bastırmaq İslam dinində yoxdur. İslam dinində tabutla bastırmaq yoxdur və qadağandır. Ölü kəfənlə bastırılmalıdır. Sadəcə əgər kəfənləmək mümkündürsə. Əgər mümkün deyilsə, bacardıqca, bacardığımız qədər ölünü paltar ilə və yaxud parça ilə bürəmək lazımdır. Ölmüş insan üzü qibləyə, sağ çiyini üstünə dəfn olunmalıdır. Üzü qibləyə, sağ çiyini üstünə. Və qəbir qazdıqda ölü iki cür dəfn olunur. Birinə ləhd deyilər, birinə də şıqq deyilər. Ləhd qəbir qazıldıqdan sonra ölünün, yəni qazıldıqdan sonra qəbrin qiblə tərəfindən bir balaca dibindən yenə qazılır ki, ölü həmin o qazılan tərəf, o tərəfinə çevrilsin sağ çiyinin üzərinə, sonra ölünün arxasından daşdır, kubikdir və yaxud başqa şeylər qoyursan, ölü elə dursun deyə. Sonra o qalan boş yeri torpaqla doldurursan. Və yaxud da qəbrin özünü qazdıqdan sonra bu qəbrin o içindən bir balaca yerini aşağı qazırsan. Ölünü ora qoyursan, sonra üstündən ağaclar, dəmirlər və yaxud başqa manelər qoyursan ki, daş torpaq birbaşa ölünün üstə tökülməsin. Və sonra o qalan boş yeri isə torpaqla doldurursan. Əgər bir müsəlman hökmü bilinməzsə, birbaşa qəbrə qoyulub, üstə daş torpaq tökülüb, elə dəfn olmazsa, onda əgər vaxt çox keçməyibsə, onda həmin qəbri təzdən qazıb, həmin müsəlmanı şəriət yoluna bastırmaq lazımdır. Çünki birbaşa cəsədin üstə daş tökmək, bu ədəbsizlikdir, İslam dininə də müxalifdir. Tabutda basmağa gəldikdə, bu qeyri-müsəlmanların, xüsusən də xristiyanların adətləridir. Onlar insan öldükdə tabutda dəfn eləyərlər və insanın paltar geyindirərlər, onun saçını darayarlar və s. kimi şeylər. İnsan tabutda bastırmaq caizdir insanı, əgər yanıbsa, məsələ yanıbdır insan və tikələr qalıbdır, onu toplayırlar. Və yaxud da insan ilənibdir, qeyri-mümkündür çıxartmaq tabutdan. Məsələ ki, görürsən ki, xarici ölkələrdə insan ölür, onu xristiyanlar götürür, tabutun içinə qoyur, elə dəfn eləyir. Və sonra bir neçə ildən sonra da ölü sahibi gedir, tapır öz ölüsünü, sonra qəbri eşib öz ölkəsinə gətirmək istəyir. Və yaxud müsəlman kəsdirsə, istənilir ki, xristiyan qəbirstanlığına çıxartsın, müsəlman qəbirstanlığına dəfn olunsun. Və bu halda necədirsə ölü, o halda götürülüb gətirilib, eləcə də dəfn olunur. Və həmçinin qəbrin üstə daş qoymaq və yaxud qəbrin üstünə bina tikmək və yaxud qəbrin dörd bir qırağını ətrafına daşlar düzmək, yəni o mənada ki, belə yəni hündürə tikmək, qəbrin üstünü belə deyək, bunlar da şəriətdə İslam dinində haramdır. Onlar da şəriətdə İslam dinində haramdır. Əksinə o qoyulan şeylər ölmüş insana əziyyət verir. Və bugünkü də insanlar çox hədlərini aşıblar, qəbrin özünü bina kimi tikirlər, üstə baş daş qoyurlar, həmin baş daşının üstə rəsimlər çəkirlər. Yəni ölmüş insanın şəklini üstə çəkirlər. Və buna da artırırlar əlavə altına bir neçə kuplet, bir neçə bənd şeir də yazırlar. Təəssüf oradadır ki, subhanallah. Bəzi yerlərdə görürsən ölmüş insan
əlində araq stəkanı belə durur. Yəni, baş daşının üstündə onun içdiyi vaxtın şəkillidir belə, əlində araq və yaxud çaxır stəkanı belə şəkil çəkilir. O birisi nə bilim başqa formada, o birisi nə bilim başqa formada da bilmirlər ki, ölən insanın əhvalatı necədir. Və həmçinin qəbrin üstə bina tikməyi Peyğəmbər s.ə.v qadağan eləyir. Və Peyğəmbər s.ə.v-in vəfatında Əli radiyallahu anhuya etdiyi nəsiyyətlərindən biri də deyir, yer üzündə heç bir yüksəldilmiş qəbir qoymayın. Ta dümdüz edənə kimi. Yer üzündə gördüyün hər yüksəlmiş qabırı dümdüz eləyinir. Qəbrə sadəcə insan öldükdən sonra üstünə torpağı biraz yuxarı şəkildə toplamaq olar. Nəyə görə? Çünki qəbir olduğu bilinsin deyə. Və sonra qəbrin o torpaq dağılmasın deyə ətrafına daş düzmək olar. Və baş tərəfinə, baş hissəsinə isə bir daş qoymaq olar ki, bilinsin ki, bura qəbirdir. Çünki müsəlmanın diridə ehtiramı, hörməti olduğu kimi, müsəlmanın ölüsünün də hörməti, mərfəti var. Peyğəmbər s.ə.v deyir, kim bir müsəlmanın, yəni ölmüş bir müsəlmanın sümüyünü sındırarsa, həmin insanın dirikən sümüyünü sındırmış kimidir. Bunun baxımından Peyğəmbər s.ə.v qəbir sanıqda, qəbirlərin üzərində ayaqqabılı gəzməyə qadağan eləyir. Peyğəmbər s.ə.v. Ayaqqabını gəzmək olmaz müsəlmanların qəbir sandığında. Nəyə görə? Çünki sən həmin müsəlmanın üstündə gəzmiş kimi günah qazanırsan. Və həmçinin bugünkü bidətlərdən olan da dəfn etdikdən sonra ölünü ətrafına reşotka dəmir çəkirlər. Yəni yeri mühasirəyə alırlar və istəyirlər ki, o ailə ora dəfn olunsun. Bu da İslamda olan bidətlərdəndir. Əslində çalışmaq lazımdır. Yəni insan ümumiyyətlə qəbri daima tanıması heç düz deyil, məsləhət deyil. Çünki əgər insan salih insan deyilsə, kafir kimi ölübsə, onun qəbrini tanımağında nə faydadır? Yox, əgər müsəlman kimi ölübsə, bir ibadət əhli ölübsə, yenə onun qəbrinin bilinməsində yenə problemlər var. Yəni sən nə bilirsən ki, gələcək nəsil, sən onun gedib çox dua eləməyin, onun bağışlanması üçün. Nə bilirsən ki, gələcək nəsildə birdən gedib ondan kömək istəmədiyini. Əsl bütün bütlərə ibadətin meydana gəlməsinin səbəb elə budur. Ona görə ölmüş insanın qəbri nə vaxtsa bilinməməsi daha şəriətə uyğundur. Daha şəriətə uyğundur. Ona görə məsələ heç hansı peyğəmbərlərin qəbri məlumdur. İlla bəzi insanlar müəyyən peyğəmbərlərin qəbrinin filan yerdə olmağını deyirlər. Lakin buna dəlil lazımdır. Və yaxud da hansı sahabələrin qəbri bu dəqiqə məlumdur. İlla bəzi sahabələri deyirlər, yenə ona da dəlil lazımdır. Lakin Peyğəmbər s.ə.v qəbri, Əbu Bakr radiyallahu anh'ın qəbri, Elcid Ömər ibn Xattab radiyallahu anh'ın qəbri məlumdur. Peyğəmbər s.ə.v evinə dəfn olunub və Peyğəmbər s.ə.v evinə də hər iki xəlifə dəfn olunub. Bu da bilinir. Əslində Peyğəmbər s.ə.v qadağan eləyib qəbrini tez-tez ziyarət eləməyə, bayram halına gətirməyə və s. kimi şeyləri. Lakin Peyğəmbər s.ə.v qəbri ona görə bilinir ki, çünki Peyğəmbər s.ə.v-in qəbri qorunmalıdır. Tarix boyunca kafirlər həmişə hiylə qurublar ki, Peyğəmbər s.ə.v qəbrini eşsinlər, Peyğəmbər s.ə.v cəsədini çıxartsınlar və s. kimi fitnə fəsad törətsinlər. Lakin əlhəmdülillah, Allah Teala buna imkan verməyib. Hətta tarixdə gəlir ki, 2 dənə Yahudi həcə gəliblər riyakarlıq sifəti ilə eşib Peyğəmbər s.ə.v qəbrini çıxartmaq istəyiblər. Yəni uzun bir məsafədə yerin altı ilə eşə gəlirlərmiş. Hətta o bir gecəlik iş qalıbmış Peyğəmbər s.ə.v cəsədini çıxartmağa. Həmin günü də oranın əmri, Məkkə Mədinənin əmri bu işdən xəbəri olub, gəlib o 2 Yahudini tapıbdır. Və dərhal onlar yaşadığı evlərinin içindən qazırlarmış quyunu. Nəhayət evlərini axtaranda görüb ki, quyu açılıbdır, Peyğəmbər s.ə.v düz qəbrinə gedib çıxır. İkisinin də hökmü Allahın şəriətində necədir elə olubdur. Və sonra o gündən bu günə kimi ondan da qabaq yenə Peyğəmbər s.ə.v qəbri həmişə mühafizə altında olubdur, qorunubdur. Divarlar tikilib ətrafında. Hətta bugünkü gündə Peyğəmbər s.ə.v qəbrinin özünü görmək qeyri-mümkündür. Yəni bugünkü gündə kimsə Peyğəmbər s.ə.v qəbrini gedib necə dəfn olunub deyə və yaxud torpağını, dəfninin torpağını görmək qeyri-mümkündür. Peyğəmbər s.ə.v qəbrinin ətrafından 4 dənə
divar tikilib, 4 dənə divar hündür şəkildə Peyğəmbər s.ə.v qəbri görünmür. Bu da nəyə görə? İnsanların etiqadının qabağını, küfür, şirk etiqadlarının qabağını almaq üçün. Yəni, insan təəccübə gəlir, həqiqətən Məkkə Mədinəyə gedəndə, xüsusən Peyğəmbər s.ə.v qəbrinə yanına gələndə görürsən ki, insanlar var, saatlarca Peyğəmbər s.ə.v tərəf üzünü çevirir, arxasında qibləyə çevirir, Peyğəmbər s.ə.v-dən Allahdan istəyən kimi istəyir. Yəni, əlhamdülillah ki, ölkə, Səudi Ərəbistan ölkəsi dəvət əhli qoyubdur, oradakı insanları hikmətlə dəvət etməyə çalışırlar. Lakin bəzən alınmır. Bəzən görürsən ki, onlara başqa-başqa adlar deyirlər və onlardan gən qaçırlar. Ümumən, qəbir sadə olmalıdır. İslam dinində qəbir sadə olmalıdır. Çox yüksəldilməməlidir. Nə üzərində bina, nə ətrafına gül əkilməməlidir. Qəbir düzdür, qoruna bilər müəyyən tərəfdən ki, ayaqlar altında qalmasın, su sel gəlib aparmasın və yaxud heyvanlar, qurtlar, quşlar gəlib yeməsin. Yəni, mühasirə, divarlar arasında ümumi qəbir sanıq alına bilər mühafaza olunmaq üçün. Yəni, ölüləri qorumaq üçün. Daha doğrusu, ya sel, ya nəsə it, qurt, heyvanlar eşmək, hansı ölkədə ki, heyvanların eşmək məşhurdur, o ölkələrdə mühafaza etmək olar. Və həmçinin İslam dinində qəbri ziyarət etmək məşru'dur. Yəni, icazəlidir. İslamın əvvəllərində qəbri ziyarət etmək, qəbirləri gedib ziyarət etmək qadağan idi. Kəsinliklə qadağan idi. Lakin sonradan icazə verildi. Peyğəmbər s.ə.v deyir, Kuntu nəhəytukum an ziyarətul qubur, ələ fəzuruha, fə innəhə tüzəkkirukumul axirə. Hədis Buxari və Müslimdə gəlmişdir. Peyğəmbər s.ə.v deyir, sizə əvvəllər, öncələr qəbir ziyarətini qadağan etmişdim. Amma indi sizi qəbirləri ziyarət etməyinizə icazə verirəm. Ona görə ki, qəbir ziyarətini etmək insanı axirəti xatırladır. Məqsəd, əsl məqsəd qəbir ziyarətində insanın axirəti xatırlamasıdır. Həmçinin sahabələrdən soruşurlar ki, ən axmaq insan hansı insandır? Ən səfih insan hansı insandır? Deyir, qəbir sanlıqda gülən insanlar. Çünki əsl qəbir sanlıqda gülmək biraz əxlaqsızlığa yol açır. Yəni, pusat, subhanallah, insanlar qəbir sanlığı yola döndəriblər. Heybət qalmayıb qəbir sanlıqlarında. Baxçalara döndəriblər. Cəmaat bu da qəbir sanlıqlara istirahətə gedir. Kef çəkməyə gedirlər. Zina eləməyə gedirlər. Və s. kimi mundarçılığa. Əsl qəbir ziyarətində məqsəd oradan ibrət almaq, qəbirə gedən gününü torpağın altında əməllərinlə tək qaldığın günü xatırlamaq üçün getməlisən. O gün ki, övladların da, sevgililərin də, həyatda olan, səni sevən hər kəsi tərk edəcəyi günü xatırlamaq üçün getməlisən. O gün insan öz əməli ilə baş-başa qalacaq. Hətta xatırlayacaq, dünyada kimlərlə gəzirdi, oturub dururdu. Onların ziyarət etmədiyində onu da dərk edəcək. Sözsüz ki, o gün peşmançılıq fayda verməyəcək. Əsərlərdə gəlmişdir həmçinin şeytanın insanı yayındırdığı şeylərdən biri insanın qəbirləri ziyarəti tez-tez getməməsidir. Hətta bəzi sələflər deyir, insanlar qəbir sanlıqla keçdikdə şeytan onun boğazını yabalayar. Qoymaz ki, o tərəfə baxsın. Çünki qorxar ki, birdən ibrət alar, imanı artar. Həqiqətən müsəlmanların qəbir sanlığını, qəbirlərini ziyarət etməyə çalışmalıdır. Gedib orada o ölülər üçün Allahdan bağışlanmaq diləməlidir. Oradakı qardaşların, orada yatan qardaşlar üçün, qəbirdə olan qardaşlar üçün Allahdan xeyir dua etmək lazımdır. Çünki onların bizim üzərimizdə olan haqlarından biri budur. Peyğəmbər s.ə.v hətta vəfatına yaxın Ayşə radiyallahu anh gedib Uhud əhlini, bəqiyyədə olan sahabələrin qəbrini gedib ziyarət eləyərdi. Onlara xitab eləyərdi. Onlara xeyir dua eləyərdi. Və bu müsəlmanın müsəlman olan haqlarından biridir. Və həmçinin
qadınlara gəldikdə, qadınların qəbirləri ziyarət etməsinə gəldikdə, alimlər arasında, elm əhlinin arasında ixtilaf var. O da hədis var. Peyğəmbər s.ə.v deyir, Allah lənət eləsin qəbirləri ziyarət edən qadınlara. Allah lənət eləsin qəbirləri ziyarət edən qadınlara. Həmin hədisdə 2 dənə ləfz gəlir. Biri zəiratil qubur gəlir, bir də zəvvaratil qubur. Zəiratil qubur ümumiyyətlə qəbri ziyarət edən hər hansı bir qadın, ömrünü bir dəfə də ziyarət edən qadın da bura girir. Zəvvaratil qubur ləfzində isə çox ziyarət edən qadınlar gəlir, nəzərdə tutulur. Şeyx Albani rahiməhullah həmin hədisi səhih görür. Yəni, çox ziyarət edən, tez-tez gedib qəbirləri ziyarət edən qadınları Allah lənət eləsin deyə ləfsində olan hədisi daha səhih görür. Və bu baxımdan da elm əhlinin bəziləri icazə verir ki, qadınlar ara bir ibrət üçün qəbir sandığı ziyarət edə bilər. Ara bir ibrət üçün ziyarət edə bilər. Başqa şey qaradır, başqa bir qayə, başqa bir məqsəd üçün yox. Gedib öyle ya Kur'an oxuzdursun, ya gedib orada nə bilim ağlasın, ya gedib orada nə bilim dillər töksün. Əgər bu olarsa, kəsinliklə o gedən qadın lənətlənmişdir. Amma ibrət üçün ara bir icazə verir bəzi elm əhli qadınları gedib ziyarət etməsinə. Sözsüz ki, bunu deyən alimlərin başqa bir hüccəti də var. O da, əgər məqsəd, yəni hədisdə zahir olduğu kimi məqsəd nədir? Ahirəti xatırlamaq. Bu həm kişiyə aiddir, faydası həm kişi faydalanır bundan, həm də qadın faydalanır. Bu baxımdan icazə verirlər ki, qadınlar ara bir gedib ibrət almaq üçün ziyarət etsələr, onun zərəri yoxdur. Elcə də sahabələrin adəti idi qəbir sanıqları ziyarət etmək, imanlarının artması üçün. Gedib orada oturub, oradakı əhvalı, oraya gedəcək gün xatırlaması üçün. Bunun görə elm əhlindən biri bir dəfə Mədinədə bir varların biri ev tikdirilmiş. Bunun da əlinin altında işçisi var imiş, köməkçisi var imiş, yəni evini tikdirdiyi biri. Bir gün işə gedərkən ona deyir ki, get filan yerdə qapı var, gətir evin qapısını askinin. Bu insan da gedir qapıyı, danışır, götürür, gətirir, asır. Kişi axşam gəlir evə, görür ki, əmr etdiyi şey yerinə yetirilmir. Həqiqətən o varlı insan aldanıbmış dünyaya. Ahirəti unudubmuş. Tamamilə yox, biraz ahirətdən qafil imiş. Gəlir, qapının asılmadığını gördükdə hisslənir. Onu çağırır, dalaşır, sözlər deyir, niyə asmadın? O deyir, vallahi, sən dedin ki, apar bunu mənim evim qapısını qayır, evim qapısını düzəlt. Deyir, vallahi ki, sən evin qapısını düzəltdin. Əldən tutur, qəbir sandığı aparır, bir boş qəbirin ağzına qoyur həmin qapını. Deyir, vallahi ki, sənin evin buradır. Sən bura dönəcəksən. O tikdiyin ev isə qalacaq orada. Sən bir müddət yaşayacaqsan, sonra ola bilsiz, sən sevməyən insanlar gedib həmin evin içində ömür sürsünlər, kef çəksinlər və sənin əsla evin buradadır. Bunu danışan adam deyir ki, həmin insan oturub düşünüb, hönkür-hönkür ağlayıb. Deyir, vallahi ki, sən çox doğru söz deyirsən. Həqiqi evimiz buradır. Həqiqi tikəsi evimiz buradır. Bu soyuq qəbirdir. Sən, ey müsəlman, həmin qəbri tikməyə çalışmalısan. O qəbrə gedən günü evin geniş olmasını istəməlisən. Evin geniş olması üçün çalışmalısan. Çünki həmin günü bəzi evlər çox dar olacaq. Bəzi evlərdə, qəbir evlərində oturmaq olmayacaq. Qəbir sıxacaq, hətta sümükləri bir-birinin içində keçinə kimi. Allah Taala'dan istəyirəm ki, bizi, qəbirlərimizi cənnətdən bir bağça etsin. Amin. Allah Taala'dan diləyirəm ki, bizi bu dünyada müsəlman olaraq yaşatsın,
bu dünyadan müsəlman olaraq köçməyi nəsib etsin. Amin. Allah-u Teala bizə ixlas versin. Allah-u Teala'dan diləyirəm ki, bizi və ailəmizi riyakarlıqdan qorusun. Allah-u Teala bizi və ailəmizi fitnədən, fəsaddan, böhtandan, şərdən qorusun. Allah-u Teala bizi və ailəmizi insanların və cinlərin şərlərindən, böhtanlarından, həsədlərindən, paxıllıqlarından qorusun. Və sallallahu səlləm alə nəbiyyə Muhammed və alə alihi və sahbihi əcmain.